Bizim atalarımız namaz kılırdı. Bizim keçmişlerimizin ibadeti var idi. Onların da nesili bunu da bilmirlerdi. Yanlış kapılar açtılar kardeşler, insanlar yanlış ibadet eləsinler diye. Mescidler Sovyetler döneminde kapatıldı. Kulüplara çevrildi, savxozlara, permalara, sabcolara, gandorlara ve depolara, skladlara çevrildi. Ama karşılığında ne oldu? O boşluğu insanlara harda doldurun dediler. Qəbirlər tikdiler. Pirlər tikdiler. Dediler gedin orada ziyaratlara gedin. Gedin qəbirlərə gedin. Orada gedin ibadətləri gerçekleştirin. Gedin oradayı torpağı yalayın. Oradayı demirlere sürtünün. Ve arkamızdan da bize güldüler. İnsanlar getdilər, məscidləri boşalttılar. Allah'a şərik qoşmaq üçün qəbirlərə getdilər. Ve birçok insanlar əslində qəbri ibadət eləməyi də ağlına sığdırmadı. Deyir, mən bu adamı otururam, bastırıram. Mən buna parıram, bastırıram, torpağın altına qoyuram. Mən gedim bundan necə şəfa istəyim, mən bundan necə övlad istəyim, mən gedim bundan necə ruzi istəyim. Bu adam fayda versə özü ölməzdi. Bu adamın oğlu, kızı hamısı milyoner olardı, hamısı sağlam olardı. Ondan sonra ümumiyyətlə bütün dinlərə qarşı çıxıb insanlar Allah'ın varlığını inkar elədilər, ateistliyə elədilər. Bu da o dönemdeki Allahsız ve ateizm rejiminə ta da sərf eləyirdi. Hətta bəzi yerlərdə müsəlman kəsimləri ələ salırlardı qardaşlar, ələ. Ölmüş bir heyvanı basırırlardı. İnəkdən, camışdan, eşşəkdən zaddan nəysə basırırlardı torpağın üstünə. Tikirlərdi üstündən bir dənə bina. Böyründən bir qoyun kəsilən yer, böyründən bir sadaqa verilən yer, böyründən bir tavaf edilən yer. Bu da sizin filan hörmətli adamınızdır, gedin üstünə. Avtobuslarla millət doluşurdu, gedirdi. Biri sürtünür, biri yalayır, biri beləlir, biri eləlir. Güya ibadət gerçəkləşdirirlər. Bu, haqq ibadət ortadan qalıqdığı üçün insanlar batil ibadəti, doğru ibadət görməyə məhkum oldular.